8.2 diaqramlar və onların elementləri. Elektron cədvəllərin proqramında modelləşdirmə. Birinci sual. Elektron cədvəl proqramında aşağıdakı verilmiş şəklə əsasən A1 C2 diapazonu seçilmiş və ardından Insert Card View əmri icra edilmişdir. Burada B2 xanasının qiymətini soruşur bizdən. Biz baxırıq ki, burada məntiqi ümumi 50 götürülüb. Burada da faizi məntiqin 50-dir. Yəni, digər ikisi 25-25-dir. Buna görə də informatika 25 olur. Bu 25%, 50%, bunlar bir-birinə bərabər olurlar. Xarici dil 25-dirsə, informatika 25 olur. Birinci sualın cavabı D variantı. İkinci sual. İkinci sualda burada 50'dir. Bu tərəfdə 30. Artıq belə çəkilir. Bura 20. Burada 60-40 verilib. Biz baxa bilərik ki, ümumi olaraq 50-dirsə, ikisinin cəmi 50 olanı B2 və D2 deyilir. 50 olana bərabərdir, 50% olana bərabərdir. Buna görə də bir də 50% olanla 20% olan arası 2 dəfə ondan 2,5 dəfə ondan böyükdür. Ona görə biz burada buraya yazıla biləcək ədəd olaraq D-yə yazıla biləcəyə baxa bilərik. 20 yazılarsa əgər 3 dəfə böyük olur, onda ödənmir. Beləcə kiçiklə böyük arasında 3 dəfə fərq yoxdur, ona görə A gedir. 40 olsa ikisi eyni olur, ona görə də B də gedir. Və burada C variantı olur. Hər ikisinin cəmi 100-dür və 100-ün belə deyək, ikisi ümumi toplamı 200 eləyir. 200-ün 20%-i də 40 eləyir. Ona görə cavab C variantı. 2-yə C variantı. Üçüncü sual. Verilmiş diaqramın növünü təyin edin. Burada elə görsənir ki, dairəvi diaqramdır. 3-də B variantı. Dördüncü sualda diaqramın növünü soruşur. Yəni burada sütunlu diaqram və ya histoqram adlandırılır. 4-də C.